Kərbala qatilləri Hərmələ bin Kahil Əsədi. Kərbala faciəsini törədənlərin arasında öz adını əbədi məlunlar siyahısına yazdıranlardan da biri Hərmələdir. Onun əvvəli barəsində demək olar ki, məlumat yoxdur. Buna görə də Hərmələ haqda əsas informasiya Kərbala hadisəsi və ondan sonraya aiddir. Belə ki, Əməvi xəlifəsi zalım Yezidin əmri, Küfə hakimi İbn Ziyadın göstərişi, eləcə də Ömər ibn Sədin təşkilatçılığı ilə İmam Hüseynə qarşı toplanan 30 minlik qoşunun üzvlərindən biri də məhz Hərmələ idi. Hicrətin 61-ci ilinin Məhərrəm ayının 10-da, yəni Aşura günündə baş verən qeyri-bərabər döyüş zamanı Əməvi xilafətinin əsl çirkin mahiyyətini və simasını üzə çıxaran əsas zalımlardan da biri yenə məhz Hərmələ idi. O, Yezidin qoşununun ən qəddar, murdar və vəhşi əskərlərindən biri olub. O gün İmam Hüseyn 6 aylıq susuz körpə oğlu Ələsxəri qucağına alıb meydana gəlib onun üçün su istədikdə Hərmələ 3 başlı və zəhərli oxla körpəni nişan alır. Ox körpənin boğazına dəyərək başı bədənindən ayırır. O kiçik bədəni parça-parça edir. İmam Həsənin yadigarı olan və düşmən tərəfindən qılıncla əlləri kəsilmiş 11 yaşlı Abdullah da Hərmələnin atdığı oxla şəhadətə çatır. Bundan başqa Hərmələ İmam Hüseynə də ağır ox yaraları vurur. Həmçinin Həzrəti Əbəlfəzl Abbasın şəhadətində də Hərmələnin xəbis əli var. Kərbala şəhidlərinin mübarək kəsik başlarını Küfəyə aparanlardan biri də Hərmələ olub. O, Aşura günü Kərbala meydanında elə bir cinayətə imza atdı ki, 14 əsr keçməsinə baxmayaraq, hələ də Əhl-i-Beyt aşiqlərinin gözlərini ağlar saxlayır. Körpə Ələsxərə qarşı göstərdiyi amansızlıqla Əhl-i-Beytin qəlbinə ən ağır yaralardan birini məhz o məlun vurmuşdu. Muxtar ibn Səqəfi hökumət qurduqdan sonra Kərbala qatillərinin ovuna başlayır. Onun kəşfiyyatı Hərmələnin yeri barədə məlumat əldə edən kimi Muxtar onu ələ keçirməyə tapşırığını verir. Hərmələni tutaraq sağ halda Muxtarın qarşısına gətirirlər. Muxtar əmr verir ki, Hərmələnin ox və kaman tutan əlləri, ardınca isə ayaqları vurulsun. Bundan sonra isə Hərmələ alova atılaraq cəhənnəmə vasil edilir. Muxtar Kərbala canilərindən birini də cəzalandıra bildiyi üçün şükür səcdəsi edir. Qeyd edək ki, Hərmələ Əhl-i-Beyt aşiqləri tərəfindən, məxsusən də məsum imamlar tərəfindən adı xüsusi şəkildə çəkilərək lənətlənən şəxslərdən biridir.